Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Səbail rayonunda Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan uşağın durumu bəlli olub. Xəbər verilir ki, 2015-ci il təvəllüdlü Sərxan Hüseynli hazırda mərkəzi klinikada pediatrik reanimasiya şöbəsində müalicə alır. Sərxan Hüseynlinin vəziyyəti orta ağır stabil olaraq dəyərləndirilir. Allah şəfa versin. Cəlilabadda gənclər arasında düşən mübahisə nəticəsində bir nəfər bıçaqlanıb. Xəbər verilir ki, hadisə rayon mərkəzində Heydər Əliyev prospektində yerləşən seyrəngahda qeydə alınıb. Məlumata görə, münaqişə zəminində rayonun Uzuntəpə kənd sakini 2009-cu il təvəllüdlü Mehman Əbilov qeydəki asüyər şəhiddir, bıçaq xəsarətləri alıb. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılaraq cərrahi əməliyyatına alınıb. Hazırda yeniyetmənin vəziyyətinin stabil olduğu bildirilir. Əməliyyat törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırmalar aparılır.